Sən öl deyirəm iş insanın cövhəridir. Qaqaşsan iş insanın cövhəridir. Deyir bizim qonşumuz var, 70 yaşı var. O hər səhər işə gedəndə, bir də işdən evə gələndə də 30 kilometr yol qət eləyir. 30 gedəndə, 30 gələndə. O pişik bu adam gün ərzində 60 kilometr yol qət eləyir. O var ha, o işləməsə, oğraş yalan deyən heç 2 gün qalmaz da, yatağa düşər ölər. Onu saxlayan işçi sən öl deyirəm. Onu saxlayan iş satda öyle. Əzrail hər dəfə gələndə onun canını almağa görür ala 70 yaşında kişidir, gün 20 manada fəhlə işləyir. Fikirləşir ki, indi mən bunun canını alsam, bunun ailəsini rasxoda salacam durduğu yerə. Qəbristanlıqda yer almaqdır, kəfən almaqdır, kəfənləməkdir, ölünü yumaqdır, molladır, baş daşını düzəltməkdir, mərasim evidir, nə mala, qənddir, çaydır, halvadır, düyüdür, aşın qarasıdır. Hələ mən 3'ü, 7'ni, 40'ı ili demirəm. Bunlar hamısı rasxoddur. Ona görə Əzrail onun canını almır. Yoxsa iş insanı cövhəridir.